Demək uşaqlar 34 nömrəli tapşırıqda deyir ki, z bərabərdir -5 çıxılsın 5i. Kompleks ədədin arqumentini tapın. Ümumiyyətlə bizim kompleks ədədlərimiz a üzərinə gəl b i şəklində və yaxud da ki z bərabərdir x üzərinə gəl y i şəklindədir. Yəni birinci həmişə x-in qiymətidir, ikinci y-in qiymətidir. Biz burada arqument z-i tapanda arqument z bərabərdir modulda b bölünsün a kimi tapırıq da, düzdür? Yəni y-in, yəni xəyali hissənin həqiqi hissəyə nisbəti kimi edirik və burada da baxırıq 5-in -5-ə nisbəti. Ümumiyyətlə uşaqlar birinci bundan baxaq ki, z bərabərdir 5 üzərinə gəl 5i. Bax, ikisi də müsbətdir. Sonra z bərabərdir. X-i müsbət, məsələn, x-i mənfi götürək. X-i mənfi, üzərinə gəl, ardıcıl geçsin deyə. Bu olsun müsbət. Sonra z bərabərdir. X-i müsbət olsun, y-i mənfi olsun, 5i. Fikir verin uşaqlar. Biz burada arqument z bərabərdir. Birinci, -5-i -5-ə böləndə eləyir 1. Biz də bilirik ki, tangens alfa bu 1-i harda alır? Alfa alır 1-i 45 dərəcədə. Aha. İndi biz rüblərə baxmalıyıq. Mütləq rüblərə baxmalıyıq. Fikir verin, ikisi də burada müsbətdirsə, demək birinci rübə düşür. Düzdür, elə 45 dərəcənin özünü götürürük. Əgər ki, x-i mənfi y-i müsbətdirsə, ikinci rübə düşür, düzdür? Onda mən 90-ın üzərinə o 45-i gələcəm. Sonra isə baxıram buradakı x-i müsbət, y-i mənfidir. Onda düşür burada 4-cü rübə, düzdür? Amma bizdən istədiyi isə ikisi də mənfidir. Yəni ikisi də mənfi, y-i də mənfidirsə, onda düşəcək 3-cü rübə. 3-cü rübə düşürsə, mən 180-ın üzərinə gəl 45 edirəm. Yəni pi üzərinə gəl pi bölünsün 4, o da olur 4, 5 pi. 5 pi bölünsün 4 D variantı uşaqlar. Bu da kompleks ədədlərin arqumentinin tapılmasını sizin üçün hər birini xırdaladım.